Elxan bəy, Ukrayna tərəfinin bu əməliyyat planlarını siz qeyd elədiniz. Yəni 40 günlük əməliyyat indi də davam etdirilir. Yəni Rusiyanın dərinliklərinə zərbələr endirilir, zavodlar vurulur, müəssisələr vurulub və bunun ciddi təsirləri də göz qabağındadır. Amma Ukrayna prezidenti deyir ki, bizim bu əməliyyatları həyata keçirməyimizin məqsədi həm Rusiyanın potensialını zəiflətməkdir, həm də onu sülhə məcbur etmək, yəni atəşkəs danışıqlarına gətirməkdir. Sizcə belə hücumlar Putin kimi birini sonda danışıqlar masasına oturmağa vadar edə bilərmi? Ümid edirik, inanırıq ki, edəcək. Çünki bilirsiniz, Putinin qorxduğu məsələlər var. Əlbəttə ki, ixtişaşlardan qorxur. Bütün diktatorlar qorxurlar ixtişaşlardan, aydındır. 26 ildə hakimiyyətdə oturub, hakim mütləqdir. Yer gəlmiş Əmil bəy dönənləri Kursk sualtı, nə idi o? Atom sualtı qayığının batmasının 26-cı il dönümü idi. Demək, nə demək istəyirəm? Əlbəttə inanırıq ki, bu təsir edəcək. Necə təsir edəcək? Rusiya Silahlı Qüvvələrinin canlı qüvvələri artıq bəhs etmir. Tutaq ki, biz ötən ilin payızında, son payızda, lap sonda da, yəni belə deyəm, noyabr ayında, yeni ildən əvvəl hesabatlarımızda gedirdi, hesablaya bilirdik ki, Rusiyanın Ukraynada 750 min silahlı qüvvəsi var və bunlar yaz-yay kampaniyası həyata keçirəcəklər. Yaz-yay kampaniyası Rusiya həyata keçirə bilmədi. Və bu vəhşiliklərin, bu anti-insani addımların, ballistikaların, dinc insanların üzərinə atılması təbii ki, Rusiya ictimaiyyətinin gözünə kül üfürməkdir Putin tərəfindən. Axı Ankorij görüşündə yadınızdadırsa, ötən ilin avqust ayının 4-ü, Putin Trumpdan xahiş etmişdi ki, mənə 2-3 ay vaxt lazımdır, mən Donbası götürürəm, ondan sonra danışıqlara başlayaq, yeni il ərəfəsində, nə deyirsiniz, imzalayaq. Bu da alınmadı. Hələ ondan, keçən il bir ay qalıb, yox, elə avqustda da, bir il keçib. Bir il keçib, hələ də Donetsk vilayətinin 16-17% təbii ki, işğal altında deyil. Siz fikir verməyin, ola bilsin, mən əziz izləyicilərə, tamaşaçılara müraciət edirəm. Dostlar, Ruslar götürüb xəritəni, flamasterlə o boz əraziləri, flamasterlə rəhləyirlər ki, orada Ruslar var. Amma elə deyil, vallahi elə deyil. Yəni, biz həmin ərazilərdən dostlarımızla əlaqə saxlayırıq da, belə deyirlər ki, deyilən kimi deyil. Rusiyanı sülhə məcbur etmək lazımdır, əlbəttə ki, və onun maliyyə qaynaqları sıradan çıxmalıdır. Müharibəni etməyə maliyyə lazımdır. Napolyon hələ 200 il bundan qabaq demişdi, biraz da artıq. Soruşanda ki, müharibə nədir? Maliyyə. Maliyyəsiz müharibə eləmək olmur, özdə indiki dövrdə. Ona görə inanırıq, hər halda Qərb mərkəzləri, Ukraynadakı fəaliyyət göstərən qərəzgahlar, o cümlədən bizlə bir yerdə çalışanlar inanırlar ki, Rusiyanın maliyyə qaynaqları deməli, əsas nədir? Neft-qaz sektorudur. Dediyim kimi, taxıl eksportu məsələsinə təsirdir ki, ötən ilki göstəricilərdən bu il Rusiya indi artıq bir ay ərzində təxminən deyilənə görə 40 neçə faiz geri qalır plandan, ötən ilki ilə müqayisədə. O cümlədən bilirsiniz, 28% neft-qaz sektorunda geriləmə var. Bunların hamısı təbii üst-üstə gəlir. Sadəcə yaxın şərqdəki müharibə müəyyən mənada belə deyək, Putinin və Rusiyanın qanunun arasına girdi, neft qiymətlərinin qalxması filan. Amma bu haçana qədərsə davam edəcək də, yəni müəyyən dövr üçün. Və məsələn, Valberisin yaxud digər obyektlərin vurulması, bunlar da davam edəcək. Ona görə ki, orada işləyənlərin mütləq əks. Məsələn, tutaq ki, deyirəm, Voronezdə bilirsiniz, sırağa gün vuruldu deyə Valberis. Həmin ambarda 90 milyon çeşiddə mal olub. Və hər gün 1 milyon 800 min nəfərə, insana oradan verirlər, bağlama göndərirdilər də, yəni sifarişlərinin əvəzi. İndi təsəvvür edirsiniz, birdən-bir insanlar fikirləşirlər ki, bu müharibə bizə hardan gəldi? Nədir axı bu müharibənin məqsədi? Neyini? Rusları, Rus dünyasını yarada Rusların yaşadığı əraziləri yer üzündən silib. Baxmıqda 90% Rus dilli yaşayır. Haradadır baxmıq? Kül eləyiblər, yoxdur. Marinka, Krasnogorivka, Avdiyivka, Çasiv Yar, bütün şəhərlər elədi. Taret gözü. Onu demək istəyirəm ki, Rusiya ictimaiyyətinin narazılığına səbəb olmaqdır. O cümlədən
müəyyən mənada aktiv olan orta biznes, ya kiçik biznes insanları və nəyə görə? Tutaq ki, aydındır ki, Rusiyanın adamları çatmır. Aydındır ki, kontraktla gəlmək istəyənlər kəskin azalıb. Aydındır ki, xaricdən aldadılıb gətirilənlər azalıb. Yəni ölkələr artıq müəyyən mənada doyuq düşüblər ki, ruslarla iş görmək mümkün deyil. Vətəndaşlarının belə deyək, konsulluq idarələri daha ciddi nəzarətdə saxlamağa başlayır. Bəs Putin nə etməlidir? Putin təbii ki, səfərbərlik etmək istəyəcək, amma bunu aydındır ki, belə də skryt deyirlər, yəni qapalı səfərbərlik. Qapalı səfərbərlikdə kim eləyə bilər ki? Qapalı səfərbərlik o şəxslər eləyəcək ki, onların ehtiyatda olan hərbi kafedralar bitirmiş, adını siz deyin, universitet məzunları ola bilər də, kim ola bilər ki?